Salam əziz və dəyərli şagirdlər, dəyərli tələbələr, 9-lar. Bu günlərim sizə 13 aprel tarixində keçirilmiş imtahanın mətn suallarını və qrammatika suallarının izahını təqdim edəcəm. Bu sual əsasən yoxlamaq məqsədli yox, nəsə öyrənmək məqsədli suallar olacaq. Çünki nə üçün bunu deyirəm? Əsas məsələmiz 20 aprel və yaxud da 27 apreldə indi belə suallar düşdü. Sonra başqa hansı tip suallar, bu mövzudan hansı tip suallar buraxılış imtahanlarına düşür, bunlara baxacağıq. Gəlin başlayaq yavaş-yavaş. Deyir, yay kampına qoşulun. Burada şən oyunlar, rəsm və s. olacaq. Burada yeni dostlar əldə edəcəksiniz. Burada deyir ki, burada eyni ailənin ikinci övladına endirim olacaq. Xüsusi qeydiyyat son bu gündür deyir. Deməli, çox sadə. Bizim əvvəlki videolarımıza baxdığımız əgər sınavlara baxsaq, bu tipdə sınavlar görəcəksiniz. Yəni, bu tipdə cümlələr, qoşulmaq, harasa qoşulmaq və s. ilaxır. Bu tip məsələlərlə tanış olacaqsınız. Yəni 20-si imtahan verəcəksə əvvəlki videolarda baxın. Deməli yoldaşlar, baxaq, endirim bütün uşaqlar üçündür. Xeyr, sadəcə ikinci uşaqlar üçün. Ona görə A variantı gedəcək. Only one child familiesdir. Bir nəfər icazə var, B də gedəcək. Yox, bu da deyil. Düşərgədə müxtəlif fəaliyyətlərini təmin olunur. Gəl bunu saxlayaq. D variantına baxaq. Düşərgəyə yazılmaq gələn həftənin sonuna yox. Deyir ki, baxın, last day son gündür. The second child of family connected come for free. Yox, pulsuz deyil, sadəcə endirimlidir. Cavabımız olacaq C variantı. Çox sadə bir sual. Baxaq 6-ya. Deyir, hörmətli Jessica, vəkil kimi müraciət etdiyiniz üçün sizə təşəkkür edirik. Sizi 21 sentyabr çərşənbə axşamı saat 11:00 ofisimizə müsahibə dəvət edirik. Sizi şirkətimizin rəhbəri Emily White ilə görüşəcəksiniz. Müsahibə təxminən 45 dəqiqə davam edəcək. Hər hansı sualınız varsa, müsahibə tarixini dəyişmək istəyirsinizsə, sentyabrın 12-si dəyişməyə zəng edin və yaxud da e-postla göndərin. Deyir sizə HR köməkçisi Sophia Harris. HR-da insan resurslarıdır. Deməli yoldaşlar, gəlin baxaq, görək burada nə deyir. Burada baxaq, A variantına baxaq. A variantında deyir ki, the job interview will last less than half, deyir, yarım saatdan az olacaq. Yox, 45 dəqiqə olacaq. Ona görə A variantı səhvdir. A variantı səhv oldu. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Jessica müsahibə tarixini dəyişirsə, Emily White Sophia Harris ilə görüşəcək. Belə bir şey də yoxdur. Çünki Sophia Harris onsuz da HR köməkçisidir. Niyə Jessica dəyişəndə bu şeyləsin? Deyir ki, yəni dəyişsəz mənə xəbər verin. Belə getdi. Jessica applied to job head of the company, deyir, şirkətin başı üçün yox, vəkil üçün, yəni vəkillik üçün, lawyer. Ona görə gedəcək. If Jessica any questions she won't be able to phone email HR assistant. Deyir, won't be able to var. Deyir, ondan suallarını verə bilməyəcək. Telefon və yaxud da e-poçta ilə. Yəni, burada var da, bu söz qırmızı ilə göstərirəm. Bax, burada gördüyünüz kimi var. D də getdi. Baxaq, Y variantına. Jessica invited interview 21 sentyabr, bəli, yəni 21st September, bəli, çox sadə. Hi Jane, deyir, sən mənim ad günümə dəvətlisən. Şənbə günü saat 16:04-də olacaq, 3-də olacaq da, bu deyir. Amma deyir, xüsusi kostyum geyinməlisən mənim partimə. Tezliklə görüşənə dək, Carla. Baxaq. Carla will be spread alone. Parti eləyir adam. Niyə? Yalnız olsun ki, A getdi. The birthday party will be held restaurant. Yox. Evində olacaqdı deyirsən. My house evində. Belə getdi. The wedding should be wear dress. Official yox, rəsmi yox.
Xüsusi, special. Adam adında deyil. Bu da harda var? Special costume burada var. Should we specific dress on the birthday? Bunu saxlayaq. Burada Monday deyil, Saturday idi. Getdi, cavab olacaq D variantı. Bu mətnlər gördüyünüz kimi çox sadə, çox bəsit idi həqiqətən. Ona görə, yəni mətn əla. Uşaqlar, mən bu mətni oxumuşam. Bu Araldan danışır. Sizə tərcüməsini təqdim edeyim. Aral gölündən danışır. Aral gölü dənizi Orta Asiyada yerləşir. Dənizin adı adaların dənizi mənasını verir. Türk tərkibində çoxlu adalar var. Aha. Aral dənizində 2 dənə əsas su mənbəyi var. Amudərya və Sırdərya. Qışı soyuq olur, yay isə isti olur. Və çox az yağıntı alır ətrafı. Aral dənizi bir vaxtlar dünyanın ən böyük 4-cü gölü idi. Lakin 1960-cı ildə dəniz yox olmağa başladı. Çünki Aral dənizinə axan su artıq pambıqları, tarlalarını suvarmaq üçün istifadə olunur və buna görə də çayların istiqaməti dəyişdi. 1900-cü illərin sonunda dəniz o qədər su itirdi ki, 3 müxtəlif hissəsi əmələ gəldi. Aral dənizində baş verən dəyişikliklər ətraf mühit və insan sağlamlığı üçün çox ciddi bir təhlükəsidir. Keçmişdə Aral dənizdə çoxlu balıq, dəniz məhsulları var idi. İndi şirin su mənbələri azalıb, sağlamlıq problemləri yaranıb, ərazidə balıqçılıq biznesi demək olar ki, məhv olub. Bu gün dənizin yalnız 10% mövzusudur və gələcəkdə quruyacaq. Baxaq, ilk öncə mainly about suallarını necə yazırıq? Deməli uşaqlar, mövzunun adı Aral Sea, düzdür? İndi biz buna nə axtarmalıyıq? Biz buna definition tapmalıyıq. Düzdürmü? Definition tapmalıyıq, gəlin baxaq. Aral dənizinin ətrafında olan bir də definitionda sözün özü olmaz. Ona görə A-nı çıx. Ona görə D-ni çıx. Yəni, adi, hələ ki, bu tərzdə tapa bilərik. Deyir, Aralın ətrafında olan adalar danışmır. Fish və other products. Balıq və yaxud da digər dəniz məhsullarından da Aralın bu definitionu sayıla bilməz. The sea danger disappearing, rivers watering cotton fields. Bu da ola bilməz. Cavabımız olacaq 8-ci sual. 8-ci sualın cavabı təbii ki, C variantı olacaq. The sea danger, bəli, onun təhlükələrindən və s. danışır. Cavab C olacaq. Baxaq, bizdən false, yəni səhv istəyir. Baxaq, today, Aral Sea, indi bu gün deyir ən böyük gölüdür. Xeyr, bu gün ən böyük gölü deyil. Bu gün artıq quruma təhlükəsindədir. Ona görə cavabımız olacaq A variantı. Baxaq, digər cavablar. The name of Aral connected with islands, bəli, adalardan götürür. Ətrafını təyin edən. Very little rainfalls, deyir, çox azalır yağış və bu da harda var idi? Qırmızı ilə göstərək. Baxın, bax, the area gets very little rainfall. Buradan götürdük. Sonra There are islands, bəli, deyir, ətrafı o da birinci abzasdaydı. There are state disappear second half deyir, 20-ci əsrin ikinci yarısından. Amma demək olar ki, 1900-cü illərdən, deyə burada yazılmışdı. Demək, baxaq, completed sentences. Aral Sea, düzdür, 2 dənə bunun mənbəyi vardır ki, Amudərya və Sırdərya. Düzdürmü? Düzdür. Ona görə elə A variantı düzdür olacaq. Gəl baxaq. Is no used fishing deyir, hal-hazırda balıq biznesində olur. Yəni, balıq sənayesi. Xeyr, hal-hazırda deyir, orada balıq biznesi bitmiş. 3-cü abzasda var bu. Gained a lot of water. Yox, 1900-cü illərdən artıq bu azalmağa başlamışdı. Warm winters, bu tərsinədir əslində. Cold winters, warm summers olmalıdır. D-də getdi. C-də getdi. Full freshwater sources hal-hazırda xeyr, bu da yoxdur. Elə B ilə D eyni şeydir. Onun üçün cavabımız olacaq nə? A variantı. Baxıram 11-ci sual. 11-ci sualda deyir, niyə bu Arala gedən dəyişikliklər nə məqsədlə? Bilirik ki, nə ilə pambıqları sulamaq üçün cavab olacaq C variantı. Yəni, bu çox sadə idi. Yəni, baxaq.
12-ci suala. 12-ci sualda nə deyir bizdən? Düzgün cavabları istəyir. Nə gözəl. As oral seed becomes dangerous. Bu deyir ki, aralın qurumağı ətraf mühit üçün təhlükə yaradır. Nə gözəl bir cümlə. Elə bu cümlə burada da var idi da. Bircə saniyə baxaq. Baxın, danger of for environment. Bax, gördünüz. These three parts were formed around because heavy rainfall. Bu da olmaz, çünki çox qəbul eləmirdi. Today only little. Deyir, bu dəqiqə çox kiçik bir səs qalır. Bəli, 1-3 olacaq bizim cavabımız. 4-ə baxaq. Level of our water Aral Sea will rise in the future. Deyir, gələcəkdə səviyyəsi qalxacaq. Xeyr, quruyacaq. Ona görə 4-də getdi. Baxaq. Artıq mətnlər çox sadə idi. Həqiqətən 9-cu sinif, yəni çox mükəmməl idi. Yəni bu testlər demək olar ki, digər fənə Azərbaycan ilə və sair problem var idi, amma ingilis dilində görmədim. Exhibition nə deməkdir? Sərgi. Bu nə deməkdir? Şirniyyat. Bu nə deməkdir? Arzu. Bu 3 sözü bilirik. Bu sözlər də təxmini 6-cı sinif səviyyəsində olan sözlər. Public show və deyir, yəni ictimai göstəri, sənət əsərləri və ya başqa şey. Onun üçün biri olacaq C variantı. 2. Şirniyyatsa sweet food 2 olacaq. B. 3-ə də qalır A. C, B, A. Hansı variant olacaq? B variantı. B. Baxaq 14-də. The person who is head of the school. Deyir, insan kim ki, yəni məktəbin başı, yəni direktor sözünü axtaracaq burada. İlk öncə, hairdressers nədir? Bərbər. C getdi. Lawyer nədir? Lawyer, hüquqşünas getdi. Operator nədir? Bu da telefonla danışan operator da getdi. Spy sözü yadımda deyil. Bir də saniyə. Spy sözü yadıma düşür. Casus. Qoy sözlərin hamısını yazaq. Casus, bərbər, hüquqşünas və yaxud da vəkil də ola bilər bu vəkil. Bu da elə operator. Principal nədir? Direktor. İndi nə oldu? Məktəbin başı A variantı. Yəni, gördüyünüz kimi hələ ki 2 dənə lüğət sualı var. Bu onu göstərir ki, 2 dənə lüğətdən sual düşəcək. Hətta bəlkə daha çox. Aşağılar, bax 15. Tarixin ən sadə sualı. Last month. Last month nədir? Keçmiş sadə zaman. Nə bilim, indi deyək ki 20-27 apreldə buracaq tomorrow. Nə bilim, yazacaq every day. Nə qoyacaqsan keçmiş? Deməli, zamanlardan çox sadə bir sual gələcək. Bu deməkdir. Cavab olacaq did, spend. Bu qədər sadə. Bax, 16-cı sual qəşəng sualdır. 16-cı sualda biraz azacıq düşünmək olar. Baxaq. Trousers var cəmdədir. Ona görə these və bu these işlənməz. A, B, A, Y getdi. Burada don't var. Əlavə bir şeyə ehtiyacımız yoxdur. Fiilə ehtiyacımız yoxdur. B də getdi. İndi bu trousers nədir? Cəm. Cəmi cəmlə əvəz eləyərsən də ikinci tərəfə təklə əvəz eləyə bilməsən, amma D-də getdi, cavabımız olacaq C variantı. Bax, bunu biraz düşünə bilərin, amma yenə çox sadə sual idi. Opposite. Yenə 3-cü lüğət sualımız gəldi. Aha. Enter, visit. Daxil olmaq, ziyarət etmək getdi. Yox, olmaz bu. Begin, start. Bunlar sinonim. İkisi başlamaq deməkdir. Qəbul eləmək, razılaşmaq, qəbul eləmək getdi. See, hear. Yəni görmək, eşitmək olmaz. Forget, remember. Xatırlamaq və s. Laxır, unutmaq. Y variantı. 3-cü lüğət sualı. Lüğətdən 3-cü sual gəldi. Deməli, çoxlu lüğət ezbermək lazımdır. Deməli, uşaqlar, gəlin baxaq bu suala. Conjunction mövzusunun 1-dən 25-ə kimi işləsəydiniz, əgər 1-dən 25-ə kimi nə gəlir? Yəni, bu qədər işləsəydiniz, bu sualı çox sadəliklə tapardınız. Boston or işlənməsi. Not only, but also olmalıydı. Ayza or işlənər, Nayza nor işlənər. Nayza nor harada var? B və A variantı. Boston'da and işlənər. Yəni bu sual başqa yerine şərh verək ki. Deməli, language course cəmdir. Cəm olduğuna görə 2 və 3. B variantını yapışdır. Yəni bu qədər çox sadədir. Yəni burada cəmi görən kimi yad.
Yəni burada nə of-dan əvvəl və sair yoxdur. Deməli, bu da çox sadə bir sual. Passive voice. İndi burada bizə deyir passive voice-a çevir. Məsələn 20-sində ya da 27-sində ola bilər cannot be changed. Bu sual gələ bilər. Və yaxud da sual cümləsi gələ bilər ki, sual cümləsini çevir. Və yaxud da düzgün passive voice seç. Yəni bu 4 tipdə sual gələ bilər. Yaxşı, burada baxıram ki, his sweet case bizim nəyimizdir? Tamamlamamız. Keçdim mübtəda funksiyasına. Someone-ı çıxdıq. Stole var. Stole keçmiş zamanda olduğuna görə was stolen. Arxasında öz bildiyiniz kimi. Was-dan bir işlənməz, is olmaz, has olmaz. B getdi. Cavab olacaq Y variantı. Sadə, bəsit bir sual. Baxıram 21-ci suala. I met. Burada sifət plus isim var. İsim. İsmə görə article ver. Sifət də olduran, yəni saitlə başlayana görə an article ver. Birinciyə ver an. Sonra biz deyim ki, street, sinema, opera sözlərinə Z article qoyuruq. Yəni bu dərs izahımızda da var. Ona görə cavab olacaq D variantı. Bilməyənlər, bu sualı anlamayanlar gedib mənim article mövzu izah videoma baxa bilər. Şuralar, onda B ifadə var kravatın üstündə. Cavab olacaq Y variantı. Yəni bu da məntiqlə sadəcə tapılacaq bir sual idi. Yaxşı. Deməli, deer have long legs. Çox qəşəng bir sualdır bu 23. Yəni bəyəndiyim, yəni bu buraxılış ən bəyəndiyim sualdır demək olar. İlk öncə baxaq. Have var. Have adi have olduğuna görə burada əsas feildir və do dazlan bunun sual və inkarı yaranacaq. Ona görə gəlin have, they, haven't, it variantlarına çıxaq. Bilirsən ki, deer sözü həm təkdir, həm cəm. Bunun tək və cəm olduğunu mən hardan bilirəm? Özündən sonra gələcək xəbərdə. Əgər həz olsaydı bilərdim ki, bu deer təkdir. Amma həv olduğuna görə bilirəm ki, cəmdir. Cəm olduğuna görə itləri gəl çıx. Dotlan it ümumiyyətlə işləməz. Burada da təkdir deyə deyil, cəmdir deyə çıx. Cavab olacaq don't deyə. Yəqin düşündürücü normal bir sual idi. Baxaq, bu da çox sadə bir sual. Haven't, burada to var. Haven't ifadəsi ümumiyyətlə andan gəlmə səhvdir. Should'la to işlənməz. Səhvdir. Will'in bisi hanı? Səhvdir, getdi. Won't-un bisi hanı? Getdi. Will be able to, tam düz. Deməli, bu da 4-cü bizim lüğət sualımız. Deməli, uşaqlar, lüğətdən 4 dənə sual düşür. Correct, true, düz. Bir də olacaq burada elegant, attractive. Yəni, bu da bizim cavablardan biri. İndi yoldaşlar, sizə burada təqdim edeyim şeyi, esseni. Esse də çox sadə bir esse idi. Gözlüyüm bir yana təqdim edirəm sizə. Deməli, yoldaşlar, one Sunday family went to the zoo. The children were excited to see animals. Yəni, bu oxuduğunuz qədər ilə də buradan temanı artıq tutacaqsınız. Yəni, onlar şeyə getdilər, meymunlar və yaxud da çıspağı və s. gördülər. Yəni, bu qədər sadə. Yəni, rahat yazıla biləcək bir tekst idi. Rahat yazıla biləcək bir esse idi. Deməli, uşaqlar, 20-si və 27-si də bu tərzdə sual düşəcək və bunu da qeyd edeyim ki, 4 dənə, 3 dənə yəni lüğət var. Yəni, gedin lüğəti təkrar edin. Sağ olun, salamat qalın.